Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Beyin mühəndisliğine qarşı Türkçə əsl kitablar proqramının 347-ci bölümünü Allahın lütf və kərəmi ilə başlayıram. Gedək görək bu günləri hangi kitab bizim dədələrimizdən bizə yadigar qalıbdır, zəhmət çəkiblər, yazıblar, tarix boyu bizim üçün saxlayıblar və biz onları oxumaqla eləyə bilərik ki, tanış olmaqla eləyə bilərik ki, tazaşdan dirilək, tazaşdan ayağa qalxaq və özümüzü silkələyək, gücümüzü yığaq və bir dünyada ciddi gücə çevrilək. Kitabları öncədən indirmişik, gedirik kitabların içinə baxaq, görək ki, bu günləri hangi kitab bizim bu Qur'anı dünən idi ya İsrağa günü də oxuduq. Divan Fəzilət Məqtəl. Bunları oxumuş. Hətta Übeydullah xan divanını da oxuduq bunları. Bu Məqtəl bunu dilit eləməyim çünki şey cəhətdən çox önəmli bir kitabdır. Fəqət Suəda nəməni Suədadadır. Məqtəl Suədada nədir belə? Həqiqətü Suəda. Həqiqətü Suəda adında bir kitabdır. Onu öncədən bir-iki dəfə oxumuşum, amma bu əlyazma ki gördük, çox əla bir əlyazma. Oxumağı da çox rahat. Bir dənə kitab görürəm bu günləri gəlir. Oqyanusul Bəsit deyə bir kitab adı ilə qarşılaşdıq. Onu bir açıram və keçirəm o birisi kitaba Hədiyyətus Salikin. Bunu da iki kitab açdıq, görək ki, bu nədir? Bu dünənkidir, bu da dünənkidir. Divan-ı Fəzilətdə bir neçə gün öncədən. Ay, onu bağladıq, tazaşdan açmalıyam. Oqyanusul Bəsit. Hədiyyətus Salikin, Oqyanusul Bəsit. Tamam. Əvvəl Oqyanus Bəsitə baxaq, görək ki, Oqyanus Bəsit deyir ki, 1133-də yazılıbdır. Burada PDF-in başında dostlarımız yazıb, 920 səhifədə yazılıbdır. Kitabı oxuyaq, görək ki, mən burada yazım ad, hər nə mənə olsa onu görərik. Yazar, onu da taparıq inşallah və yazı tarixi. Əcəba bu, indi bir sualımız var ki, əcəba bu yazıdır, yox nüsxədir. Əvvəl kitabları həmişəkinə tay kiçildirik ki, səhvəyə yerləşsin. Görək kitabxanada saxlanan vəzi nədirdir. Birinci bu ki, bu kitab möhrü burada vurulubdur. Süleymaniyyə kitabxanasında İstanbulda Fatih məhəlləsində saxlanır. Kitabın səhifələrini görürük. Zahirən bir ayrı kağızın üstünə qoyublar əks alfa. Çünki kitabın özü çox əzilibdir, belə nəzərə gəlir. Amma baxarıq, görürük ki, nədir? İlla bu ki, deyək, bu fotokopudur. Bir ayrı kitabdan A4-ün üstünə çap fotokopu olubdur. Onda baxarıq, görürük ki, o cür bir şeydir. Nəzərə gəlir ki, fotokopudur və ehtimal da verirəm ki, bu daş çap olsun. Mən belə görürəm, amma kitab fotokopudur, fotokopuluğuna. Amma şey üstündə, mən burada əks görürəm, yəni nəzərimə gəlir, birinci səhifənin ki, əksini görürəm. Burada kitabın əzişib, büzüşməsin görürəm, çürüməsini görürəm, amma ikinci səfhədə ehtimali bəli, elə fotokopudur. Fotokopudur, kitab fotokopu kağızın üstündə olubdur, sonra da onu çildiblər. Qıraqlarında kəsdiklərinə görə hər halda o şey görsənmir. Bu kitab dediyim kimi 927 səhifədir ki, PDF-də 500 səhifəyə yaxın, yəni 486 səhifə görsənir. Çünki PDF-in hər səhifəsində 2 səhifə qoyulubdur. Mənə belə gəlir ki, bu kitab əlyazma da olsa çox mənə əlyazma gəlmir bu. Düzdür, burada məsələn yekinə mənə yazıbdır, o biraz əlyazmaya bənzir. Üstlərində kəlmələrin xəttləri var. Bu da görürük.
biraz diqqət eləmək lazımdır ki, bu əl yazmadır. Yox, bəli, çox narin yazılıbdır. Sətirlərin arası fasilə azdır. Sətir çox uzundur. Dövrəsinə çərçivə çəkiblər. Əvvəldə əgər yadımızda olsaydı, baxmadıq. Bir dana da Osmanlı möhrü vardı. Bir dana başında kitabın Bismillahirrahmanirrahimin üstündə bir nəqqaşi deyək çəkiblər, ya təzhib çəkiblər ki, indiyəcən onu görməmişdik. Bu birinci dəfədir ki, bir kitabda görürük. Hətta Bismillahın dövrəsində çəkilən o təzhib də yenə indiyəcən görməmişdik. Ehtimal verirəm bu çap dövrəsinə aid ola. Burada əlbəttə yazır 1133. 1133 olanda neçə tarix bundan olur? Ələn 1447-dir. Yox, bundan çıxsaq 1133 çıxsaq bu kitab 314 il bundan qabaq olar. Amma burada kitabın ortasında da mən xəttlər görürəm, bəzi kəlmələrin başı üstündə xətt çəkiblər. O biraz məni bu çap ola ondan saxlır ki, deyim bu hətmən çapdır, amma çox riz yazıldığı üçün, çox narincə əlifbadan istifadə elədiyi üçün nəzərimə gəlir ki, bu əl yazı deyil. Gedim bir 50-ci səhifəyə baxım. Kitabın 50-ci kitab tazadır. Yəni çox taza bir kitabdır. Çünki üstündə səhifələrin başında məsələn 47, 48, 49, 50 ədədləri görürük. Onun üçün mən fikir edirəm ki, bu çox taza kitab. Düzdür, 1300 neçə ilin oldu, amma nəzərimə gəlir ki, 100-cü səhifəyə gedək baxaq. PDF-də 100-cü səhifə, kitabda 200-cü səhifə olar. Bundan bir-iki dənə əks sallam verirəm kitaba, görürüm ki, kitabda PDF-də 215-ci səhifəyə gəldik, çatdıq. Dər bəqqal həssimi fi əməlihu mən izadabə fihi və mülhəmə dəşür yəqalu rəcu hicman ində əsatid rəhim. Elə bir ki, bu kitab ərəbcədir. Yox, ərəbcə deyil, amma nə cürdür ki, ərəbcəsi çoxdur. Tağuridə qədən, tağuridə sonra rəhm əqribətə məsələ olmaq mənasına dərbədir. Yuqalu rəhmət. Belə bir şeydir. Bundan bir əks salmalıyam. Bu səhifədən şansımıza gəldi, bir əks salaq. Verək PDF-ə, gedək buradan çıxadaq. Görək ki, bu əksi çapı desə, bunu qoyaq qırağa, əl yazma olmasa, daş basma olsa filan, bunu qoyaq qırağa, başqa bir kitab götürək. Nə oldu? There was error. Nədən isə bu bəzən görürsünüz ki, belə bir şey çıxadır və save eləmir. Onun üçün bir daha tamam save oldu. İndi bunu verək burada Cimnaya. Görək Cimnay bu haqda nə deyir. Eyni halda ChatGPT-yə də verə bilirik ki, ChatGPT də bunun haqqında bir məlumat versin. Görək Cimnay nə deyir bu kitab haqqında. Nə deyibdir? Bəzən ingiliscə dahi yaxşı mətləbləri deyir. Demiş, you have shared consists of 2 pages from a historic Turkish language manuscript printed in an elegant Naxş script. Naxş deyəndə nəzərə gəlir ki, əl yazma olacaqdır. Manuscriptdən yenə əl yazmaya deyir. The text appears to be a specialized. Buranı keçək, şöyle Türkçəsini nə yazır? Tamam. Bu əl yazma nüsxəsi və ya köhnə çap
haqqında danışmaq mənim üçün böyük bir iftixardır. Bu şəkillərindən 494 və 495-ci bəlli olur ki, bu nüsxə çox geniş bir əsərin bir parçasıdır. Mətn haqqında qısa məlumat. Xətt və dil. Mətn gözəl bir nəsx xətti ilə yazılıb. Dili Osmanlı türkçəsi olsa da, əsasən ərəbcə köklərin, rişələrin mənasını açıqlamaq üçündür. Mövzu. Sağ səhifədə göründüyü kimi bəhslər sad hərfi üzərədir. Özəlliklə səmm, iki mimli səmm kökündən gələn sözlər, yəni əsəm, kar, bərk, möhkəm adında işlənir. Yəni mənası odur, anlamı odur. Kimi kəlmələrin lüğət mənaları və ədəbiyyatda işlənmə formaları izah edilir. Qaynaq ehtimalı. Bu tür rədifləmə və şərh üslubu məşhur Osmanlı lüğətləri olan Vanqolu lüğəti, Vankulu lüğəti nə deməkdir bilmirəm. Bu birinci dəfədir belə bir və ya Qamus Firuzabadi. Ehtimalən o da bir adamdır, yəni adam adı olacaq Vanqulu. Vanlı qul lüğəti, o da dictionary ya da Qamus Firuzabadi, Firuzabadlı cənnədə o da lüğət adına gəlir. Türkçə tərcümələrinə çox bənzəyir. Nəyə diqqət etməkdir? Mən indi burada deyim ki, əcəba bu əl yazmadır yoxsa çap ya da daş basmadır. Görək ki, bunun hangisini deyir bu? Bu nüsxənin görüntüsünə diqqətlə baxdıqda onun daş basma, litoqrafi və ya ilk dövr mətbəə çapı olduğu açıq aydın görünür. Bir neçə səbəbə görə bunun klasik mənada bir əlyazma olmadığını demək olar. Hərflərin eyni formalaması, mən də bunu gördüm. Səhifə nömrələri, onu da mən gördüm. Müntəzəm cədvəllər, onları görməmişik, ona görə deyə bilmirəm. Daşbasma ehtimalının güclü olması. Məncə bu daşbasmadır, amma açdığımız üçün bu kitabı bir səhifə əvvəldən oxuyarıq, amma kitabın sonuna gəlir. Bir də ki, bu fotokopudur, yəni əsli kitab deyil. Bunu da eləyək. Gedək kitabın sonuna. Bundan tamam, kitabın sonuna gəldik. Görək ki, burada bir tarix tapa bilirik ya yox. Mən burada bir tarix görürəm. Yazıbdır ki, Cələsi kitabxanəyə mən min hicri və min kəma yəra min qıddamihi yəra min xəlfihi və hiyə muvafiqətun li hesabil kitabxanəyi ulum 1225 və dəqiqətən hazət tarix qeyri sətirun ələ əshabil fəhum Allahum mənfə. Ərəbcədir kitab əslində. Burada bir münşaatül əlam təmmə tarix. Tərcümətül qamus lima kəmələt ehtimalən belə bir şey yazıbdır. Tərcüməyi qamus, lüğətnamənin tərcüməsidir. Məskiyyətlə hətmi ələ xeyril hutum ərəbcə hala yazır. Ərxət lil ismi vəl-itmam qəd təmməl Əl-Oqyanus Bəhrəl-Ulum. Kitabın adı Əl-Oqyanus Bəhrəl-Ulumdur. Əl-Oqyanusunu qoymaq, Oqyanus Bəhrəl-Ulum. Tarixi 1225'dir. Burada yazmışlar 1135. 1225 yazılıbdır. Lillahi durrul asimil habrillezi za'at fezailehu ledel afaqi. İhtimalen falqil anami saadetun ve zahedun. Beləsi bir şeiridir. Bundan geçək görək ki, bu tərəfdə də bir şey yazıbdır.
Burada da bura son səhifədir. Türkcə olmadığını mütməyin oluram ki, türkcə deyil, ərəbcədir bu kitab və bunu qeydaq əvvəlində bir baxaq görək ki, bu dostlarımız ki, bunu yazıblar. Bu 1133-ü hardan tapıblar bu kitabın üstünə. Burada bir əvvəldə bir şey var. Osmanlı dövlətinin buna bir vəqfnaməsi ehtimalən. دیباچه تراز نسخه سلطنت عظما سرلوحی مصحف خلافت کبری امیر المؤمنین امام المسلمین خادم الحرمین المحترمین مطهر البلدین المکرمین السلطان ابن سلطان السلطان الغازی محمود خان ابن سلطان الغازی عبدالحمید خان. Tamam. Bunu adını yazaq, sağ yazsaq bizə bu görsədər Sultan Mahmud Xan ibn Sultan Abdülhamid Xan خلدالله خلافته و عبد سلطنته الى آخر الزمان. Həzrətləri işbu Əl-Uqyanus el-Bəsit fi tərcümətül qamus. Kitabın adı, əsl adı beləsi olacaq. Burada belə yazıb. Əlbəttə kitabın sonunda bu deyil. İşbu Əl-Uqyanus el-Bəsit fi tərcümətül qamus el-mühit. İsmi ilə kitabın əsl adı budur. Uqyanus el-Bəsit fi tərcüməyi qamus el-mühit. İsmi ilə müsəmma kitabı bi həmtanun təksiri ilə نعیم فواید فواید diniyle قصد خالصانه müftəni bundan nədir? Orada bir kəlmə yazılıb ki, oxuya bilmədim. Bundan ifbamca təb və təmsili babində inayət eliyi vəlo kanələri ərzan buyurulub bu əsnada və rəsidə-i hədd-i xitam. Bu əsnada rəsidə-i hədd-i xitam olmaqla xaصه طلاب علوم تسهیل نیت صادقسیله حسبتون لله الجلیل cennet mekan Sultan Süleyman Xan Tabesara Həzrətlərinin kitabxanasına iş bu cild salisi dəxi vaxt və təsyil buyurdular. Kim bunu yazdı? Dedi ki, Sultan Məhəmməd xan. Abdülhamid xanın oğlu Sultan Məhəmməd xan bunu kitabxanayı bu üçüncü cild dəxi vaxt və təsyil buyurdular. Bu vəçhi minəl vücuh be vəçhin minəl vücuh dərun kitabxanədən ixrac olunmayıb. Ələl adə tələbi ulum istifadə edələr. Fəmən bəddələhu bədə ma səməəhu fəinnəhu isməhu ələl-ləzinə yübəddilunəhu innəlləhə səmin. Burada da bəlli olur ki, bunu Sultan Məhmud Xan Qazi Həzrətləri bu kitabı vəqf eləyibdir. 3 cillidə bundan, yəni bu 3-cü cillidir. 1-ci, 2-ci, 3-cü cildin vəqf eləyibdir. Kitabxanayı Sultan Süleyman Həzrətlərinin kitabxanasında vəqf eləyibdir. Deyir də və bu oradan çıxmamalıdır kitabxanadan. Bəllidir ki, çox nəfis bir nüsxədir. Onun üçün dedim, biz burada bunun şeyin görürük təəssüflə. Burada 1001 şeyi yazılıb. 1001, yəni 446 il bundan qabağın tarixin kitabda görürük. Bu birinci şey ki, o zaman yazılıbdır. Ehtimalən, əlbəttə ehtimalən deyil, bu şeydir, yəni mənim zehnimə bu gəldi. Burada əl yazma və o kitab mənə belə gəlir ki, bu kitab sonralar çap olubdur. Bu Sultan Məhmud xanın əl yazısını da qoyublar əksin, yəni qoyublar üstünə ki,
bəlli olsun bu kitab 1100-də şey olub. Amma 1100-də Məhmud xan yox imiş mənim bildiyim. Ona da indi bir baxarıq gördük ki, nə deyir. Bu 3-cü cild olduğu üçün biz bundan çox da əvvəlində bilməyəcəyik ki, niyə yazıbdı, nə mənə yazıbdı. Çünki şeydir də, yəni bu o qədər də bizə keçibdi. Yəni 2 cild bundan çıxdı. Fəslü sad əl-mühmələ əs-sidqü sad kəsra və fəth ilə və məsduqə mimin fəthi ilə bir söz və bir həbr küçük olmaq və gerçək söyləmək mənası nədir ki, vaqiə mutabik olmaqdan ibarətdir. Kizb müqabilidir və indəl bəzi adamlar sadiq qoyubdu, yəni fəthi ilə məstərdir və kəsri ilə ismi məstərdir. Gerçək və gerçəklik mənasına pəs məstər olduqda xəbəri gerçək olmaq və bir adam gerçək sözlü olmaq və gerçək söyləmək mənalarına olur. Yuqalu sədəqə fulanun fi hədisin və sədəqə fulanul hədisi sidqən və məsduqətun minəl babil əvvəli ziddə kizbi və yuqalu sədəqə əl-qatilu və minhul məsəl. Sidqini sən bəkrə. Bu məsəl, tamam, bunu oxumuram, davam etmirəm. Fəqət bu kitabın haqqında bu cümləni axtaraq görək ki, əvvəl 2 dənə məsələni axtaraq. Əl-Uqyanus. Bu əvvəldə nə yazmışdı? Özü bunu yazdığını da bir baxaq. Burada yazmış ki, Əl-Uqyanusil bəsid fi tərcümə Uqyanusil muhit. Əl-Uqyanusil bəsid fi tərcüməti Əl-Qamusil muhit. Əl-Qamusil muhit. Ya da ki, bunu da nə mənədir? Adlı kitab hangi zamanda çap qaldı belə. Siz təsvirini paylaşdığınız o səhifələr tam olaraq bu qeyd etdiyiniz Əl-Uqyanusul bəsid fi tərcümətil qamusil muhit əsərindən bir parçadır. Bu əsər məşhur lüğətşünas Firuzabadinin Əl-Qamusil muhit. Mən bunun adını gördüm ama indi nədənsə bir şey əcəb. İndi bunun adını gördüm ama indi nədənsə baxıram. Bəlkə də diqqətlə baxmıram, ona görə də itirmişəm bunu. Van Qolu lüğəti ya da Qamus-i Firuzabadi. Elə adın yazıbdı, Qamus-i Firuzabadi. Bundan əlavə bir şey yazmayıbdı. Gedək bu son səhifəyə. Qamus-i Firuzabadi. Lüğətşünas Firuzabadinin. Yazar Firuzabadi.
Qamus-ül Mühit kitabının Osmanlı türkçəsinə edilən ən müfəssəl və məşhur tərcüməsidir. Bu kitabın zamanı və tarixi ilə bağlı bunlar demək olar. Yazılma zamanı 18-ci əsr. Bu böyük tərcümə Osmanlı alimi və mütərcimi Əhməd Asim İntablı Asim Əfəndi tərəfindən 18-ci əsrin sonlarında təxminən 1790-cı illərdə başlanmış və tamamlanmışdır. Asim Əfəndi bu əsəri mütərcim deyək burada. Mütərcim Tablı Asim Əfəndi mütərcimdir. Yazır ki, 38 amma bu da çap zamanı. Sizin şəkildə gördüyünüz nüsxə böyük ehtimalla 19-cu əsrə aid bir çapdır. Bu əsər ilk dəfə 1814-1817-ci illərdə İstanbulda Üsküdar mətbəəsində 3 böyük cildidə çap olunub ki, ehtimalən bu elə o üçü adıdır. Sonralar daş basma litografi usulu ilə ehtimalən 19-cu əsrin ortalarında və sonralarında dəfələrlə təkrar çap edilib. Əsərin əhəmiyyəti orada bu kitab sadəcə bir tərcümə deyil. Asim Əfəndi Firuzabadinin qıssa izahlarını genişləndirib, içinə elmi, ədəbi və tarixi məlumatlar da əlavə etdiyi üçün Uqyanus dəniz adını alıb. Sizin tədqiq etdiyiniz o 500 əsərdən çox türkçə mütərcim nüsxəni kataloqlaşdıran bu kitab sizin üçün əsas mənbə və açar rolunu oynaya bilir. Tamam, bunu göstərdi. Amma yazaq ki, tarixləri Hicri yazar mısın? Deyir ki, təlif tarixi 1205-dən 12-yə. Tarix 1205 ilə 1212 illər arasında hicri qəməri illər arasında bu əsər üzərində çalışılmışdır. İlk mətbəəsi 1229-1233 illəri arasında çap olubdur. Daş basması da 1250-də olub. Həs bu çap əvvəlində çap olsa budur, olmasa da ki bir ayrı bir şeydir. İlk rəsmi çap budur və məşhur daş basması da budur. Tamam, bu kitabı daha oxumuruq bundan əlavə. Gedirik bir ayrı kitab açaq və onu oxuyaq. Çünki dediyimiz kimi bu kitab cələsəmiz 347-ci cələsədir. Tariximiz də 01 April 2026'dır. 01 April 2026. Tamam, gedək o birisi kitabımızı açaq, görək ki, bu kitabda nə görürük. Bu lüğətnamədir, çox da yaxşı olar, amma mənim o zərfiyyətimdən eşikdədir. Kitabı kiçiklətdik, səfiyyə yerləşsin, görək. İkinci kitabın adını yazıblar Hədiyyətü Salikin. Yazıblar 1191-ci ildə bu kitab qəməri ildə çap olubdur və 80 səhifədə. Biz bunu PDF-də 40 səhifə görürük, çünki hər səhifəsində 2 səhifəni yer elətdiriblər bu kitabda. Kitabın üzünə baxırıq, çox işlənibdir, cildinə baxırıq, çox işlənibdir. Rəngi qaçıb üst-üstə və bunun nəxşə üstündə vurmuşlar. Onlar da gedibdir. Gözəl bir gönümmüş, ehtimalən narinci rəhdəymiş, amma gedibdir, indi çox ağarıbdır ta ki, narinci ola. Kitabın için açırıq, cildin nə deyirsə bir səhifəsinin yarısını salıblar, o bir səhifəsini də
bütünün salıblar. Kitab içinə su keçibdi. Özəlliklə Şirazəsinə, orada kitabın səhifələri bir-birinə tikilir, ora su keçibdi və cırılıbdır. Süleymaniyə kitabxanasında saxlanan bir kitabdır. Kitabın o birisi səhifəsinə görürük ki, Bismillahirrahmanirrahimin üstündə Haza Risaliyi Hədiyyətü Salikin min təriqi xəlvətiyyə təriqətində yazılıbdır saliklər üçün bir hədiyyə olaraq. Onun da üstündə, məsələn, deyək ki, gün batmağı görürük ki, neçə dairədədir, ya da bir ucalmağı görürük ki, neçə dairə bir-birinin içində gedir. İnsanı təmsil eləyə bilər, toplumu təmsil eləyə bilər, müsəlmanların inancında mənalar bir-birinin qarnındadır, onu təmsil eləyə bilər. 7 göyü, 7 yeri, bunlar bir-birinin içindədir, onları təmsil eləyə bilər. Hər halda belə bir şey. Ondan sonra Bismillahla başlanır və yazının dövrəsində bir qırmızı xətt ilə ki, çox da herfeyi deyil. Yəni, mənə tay bir adam çəkibdir, ehtimalən əyri-üyrü də çəkibdir, bir-birlərin xəttlər qatıb. Bəlli ki, təcrübəsi yoxdur, yəni bu işdə mənə tay. Amma Allah Teala rəhmət eləsin, bizə bir kitab qoyublar qalıbdır. Dedim, kitabın dövrəsində cütqat desə xiyaxçıdır, şey çəkibdir, çarçıvə çəkibdir. O birisi səhifələrdə bir qat olubdur, təşkilat bir xətt ilə yazının dövrəsinə qab çəkibdir. Yazı çox gözəl bir xətt ilə yazılıb, qırmızı. Bəzi yerdə nəzərə gəlir ki, ehtimalən əldə tər ya su dəyibdir kitab, bəzi kəlmələr qərəsi yayılmaq kimi olubdur, yəni beləsi deyim. Bəzi kəlmələrin həm qırmızı yazılıb, həm də başı üstündə bir xətt qoyublar, vəli bir çox yerdə bu işi görməyiblər. Ərəbcə bəzi kəlmələr səslərin qoyublar, üstünə istandart ediblər. Bir çox yerdə də qərə kəlmələrin üstünə, fəqət başı üstünə bir qırmızı xətt çəkiblər ki, yəni çox önəmlidir. Kitab 40 səhifə olduğu üçün biz bunu biraz da sürətlə geçsək, qırmızı kəlmələri görürük. Bəzi kəlmələrin üstündə dedim, ərz elədim ki, bəzi kəlmələrin başı üstündə də qırmızı xətt çəkiblər, və bir çox yerdə qərə xətt çəkmişdilər. Burada da bir cümlənin, burada da bir əksi çox tar salıblar. Yəni, mənim ora baxanda gözüm qamaşır, biraz başım gicəlir, ona görə də ona baxmadım. Bu səhifədə də yemək tökülübdür çörəyin üstünə, bəllidir. Çörəyin üstünə, üzrəm, kitabın üstünə yemək tökülübdür. 1-2-3 səhifədə də onun yeri qalıbdır, onu da görürük. Kitabın əvvəldə gördük arasında su geçibdir, amma çox xəsarət vurmayıbdır. Kitabın birinci risalə 37 PDF-in 37-ci səhifəsində qutarır, amma kitab 40 səhifədir. Görək ki, nədir olacaqdır, burada oxuyarıq bunu əlbəttə. İkinci dərbəyan əsa deyərək bir dana, yenə aynı çarçıvədə, aynı başlıqla, Bismillahsız əlbəttə, yenə də çarçıvə çiziblər və tamam. 1210-da bu kitab yazılıbdır. Burada yazmışlar 1191. Burada 1210-u görürük ki, vurubdur. Ad nədir? Ad, kamil adı əlbəttə girək edir ora, tarixi, yazı tarixi, sahibi müstəfadır. Amma bir dənə də burada məsələn mədəldir, mədəndir. Belə bir adı var. Sənəyi 1120 ad, yazar, çağ, tarix. Tarix sənəyi özü burada yazdığım yazıq 1210. Onda bu neçə il öncə yazılmış olar? Bunu əvvəl burada hesablayaq. Deyək ki 1447-ci il deyək. Bundan çıxsaq 1210-u. Kitab 237 il bundan öncə yazılıbdır. 237 il öncə yazılıbdır. Məmulən bu cür kitablar ki 250 ildən az olubdur, onu oxumuruq, amma
Buna bir xülasə də olsa baxaq. Burada son 2 səhifədə heç zət yoxdur. Bir-iki kəlmələr, əlbəttə bir kəlmə, bir səhifə kamilən boşdur. O bir səhifədə İla Cahan, Elm və Maarif. Ehtimalən bu kitabın burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 16 sərfəslidə bu kitabın fəsllərin yazıbdır ya başlıqların yazıbdır. Hazar Risalətü Hədiyyətü Salikin, kitabın adı Risale-i Hədiyyətəl Salikin min təriqi xəlvətiyyə. Min təriqi xəlvətiyyə. Bismillahirrahmanirrahim. Elhamdülillahi'llezî harisel efkâr fî mebâdi'il envâr kibriyâihi ve semediyyetihi ve teahhatel enzâr fî metâli'il esrâr izzetihi ve ferdaniyetihi ve şehedet zevâtel muhdesâti ala kemâli kudretihi ve uluhiyyetihi ve dellet eczâ'ul erzeyni ala nehâyeti ilmihi ve celaleti hikmetihi fesubhâne men ce'alel khallese ve men ce'ale khallese ibâdihi mezâhire sıfâtihi ve esmâihi ve salavâtu ve selâmu ala mazhar tam Muhammedillezî huve evvelun fi halqihi ve nuru fi zâtihi ve ala âlihi ve ashabihillezîne hum hudatu dinihi ve şeriatihi ve ba'd. Buradan Hz. Muhammed'e, Hz. İlahiyyətə, Allaha hürmətin, Hz. Peyğəmbərə və alına hürmətin göstərdi və bəd. Buradan bizə əsmətə. Bu əbd-i zəifə, acizə, həqir Şeyx Yaqub. Yazarın adı Şeyx Yaqubdur. Əfəvi, Şeyx Yaqub Əfəvi İbn Şeyx Fənai el-Mustafa Əfəndi İbn Şeyx Fənai Mustafa Əfəndi. Kamil adı budur yazanın. Tevfik Subhaniyle senin adide senin iller senin adide ulum zahiriyeye iştigal edip ifade ve istifade esnasında cezabat Rabbaniye zuhur edip afzal turuq olan tariq celvetiye suluki celvetiyeymiş, ben xəlvətiyyə yazmışım onu. Əvvəl bu iştibahımızı düzəldək. O cəlvetiyyədir. Cəlvətiyyə suluku müyəssər olub inayət bari ilə feyz bab olduqda feyzi bab yazıb ehtimalən feyziyab olacaqdır. Yenə dedim, bu normalda o nəssəxların elədiyi işdir. Yəni nəssəxlar birdən baxır, deyir ki, bu feyz bab olmaz, feyziyab olar. Götürüb belə yazır. Amma ola bilər ki, feyz bab olduqda, yəni feyz qapısına yetişdiyimdə də ola bilər yəni. Amma bu cüzü eyni mənə tay əl aparırlar kitabın içində. Nəssəxlar öz anladıkları formada kitabı tənsix edirlər, yəni yazırlar. Feyzibab olduqda təəyyini Rəbbani ilə ya da təəyyüni Rəbbani ilə Seyyid-ü Salikin və Qutbul Vasilin Hudayi Əziz Məhmud Əfəndi Quddesirruhu Həzrətlərinin astani səadətlərinə şeyx olub himmətlər qasir və ricalidə futur ziyadə olduğundan təriqət-i illiyyəyə talib qəti nadir olub olan dəxi surətlə iktifa edib mücərrəd-i dəvalmələr müdavimlər olacaqdır. Mücərrədi dəva olmələr belə
əəzzi təriqətdən mütəvaris ərkan və islahatı bilir Cənabi Allah Cənabi. İndi burada nunun nöqtəsi yoxdur. Nə oxuyacaq? Ədəmihi təvəccüh. Canibi. Onu canib oxuyacaq. Dəndəni hesaba qoymayacaq. Canibi ədəmi təvəccüh eyləyib bil külliyə əndərsi. Nə deməkdir? Əndərsi bilmirəm. Bil külliyə əndərsi xofindən işbu usuli cəlvətiyyə benaninə təsəddi və ixvan ahirətə hədiyyə olub. Bu risalənin isminə Hədiyyətü Salikin denmişdir. Vəfatidəsi və cəliyyə, bu genə də bunu oxuya bilmədim. Vəfandəsi də ola bilər. Üstəki nədir? Andərsi, əndərsi, vəfatədisi cümləyə olsun. Faydə və faydə cəlib budur ki, burada faidəsi desək daha yaxşıdır. Faidəsi pəs onda beləsi yox. Mücərrəd dəva olmələri belə əəzzi təriqətdən mütəvaris ərkan və istilahatı bilir canibi ədəmə təvəccüh eyləyib bil külliyə əndərsi xofindən işbu usuli cəlvətiyyə benaninə təsəddi və ixvan ahirətə hədiyyə olub bu risalənin isminə Hədiyyətü Salikin denilmişdir. Və faidəsi cümləyə olsun üçün türkü ilə bəyan olundu. Mə'muludur ki, müstəfid olan ixvan duayı xeyr ilə bu əbd həqiri yad edib məcur olalar. Və bu risalə 3 bab və bir xatimə üzrə tərtib olundu. Vəllahil müvəffəqi vəl mürşid. Bab əvvəl təriq cəlvətiyyənin məbdəani və usuli və bəzi umuri mühimmə bəyan edər. Məlum olsun ki, təriq həqqi salik olmaq istəyənlərə iş bu təriq cəlvəti əşrəf-i turuq və əəzzi səbil olmağın əql qasir kifayət etməyib talibləri mətlubə isal edər. Bir mürşid-i kamil lazım olmuşdur. Hətta sədr-i kainat, məfxər-i mevcudat, Həbibi Kərəm sallallahu aleyhi və səlləm həzrətləri innəllâhə əddəbni bi əhsəni təəddübni innəllâhə əddəbni fə əhsənə təəddübni buyurmuşlar. Pəs murid müstərşidə lazım oldu ki, əvvəla məşayixdən zahiri və batini mə'mur bir kök-gönlü qərar etdici şeyxidən beyət edib əhdini qayətlə möhkəm tutub sərradə və zərradə şəddidə və rəxadə ol əhdini nəqz etməyib beyətdə sabit olə. Zira mən səbətə nəbətə delinmişdir. Yoxsa mücərrədə inabət və beyət faidə verməyib təyin olunan əvradi təyin olunan bir dana yığılan yazılıb, ona görə təşdid də qoyulmayıb. Bilmirəm ki, təyin oxuyayım yoxsa təyin oxuyayım. Təyin olunan əvradi tərk eylədikdə ənva-i məzərrət müqərrərdir və gərəkdir ki, iş bu təriqət əlliyyənin əsrar və həqaiqinə etiraf eyləyib münkirinin dəxli tərizlərinə nəzər edib rəbt qəlb ilə
Rəbd qəlbinə zill gətirməyə, zira məhz cəhlidən nişət edən ancaq etirazdır və təriq cəlvəti cümlə təriqdən sonra zuhur etmişdir. Lakin cümləsindən əfzəldir və əladır və bu əsrarın mənbəi fəxr kainatıdır və ittisali Cənab Haqqdır. Şül vəc ilə ki bəyan olunur. Əvvəla Resul-i Əkrəm sallallahu aleyhi və səlləm həzrətləri Cəbrail aleyhisselamdan əxz eylədi anlar. Anlar dəxi Haqqı Teala'dan əmr ilə təbliğ eylədi. Resul-i Əkrəm sallallahu aleyhi və səlləm həzrətlərin Hazreti Ali kərramallahu vəcəhu əxz eylədi. Onlardan Hasan Basri aldı. Onlardan Habib Əcəmi aldı. Ondan Davud Ta'i aldı. Ondan Ma'ruf Kərəxi aldı. Ondan Seyri Səqəti aldı. Ondan Cüneyd Bəğdadi aldı. Ondan Məmişah Dinveri aldı. Ondan Mahmud Dinveri aldı. Ondan Muhammed Kübra aldı. Ondan Vahyeddin aldı. Ondan Cemaluddin Təbrizi aldı. Ondan Şəhabuddin Muhammed Təbrizi aldı. Ondan Rüknüddin Əl-Səncani aldı. Ondan Qutbuddin Əl-Əbhəri aldı. Ondan Necib Şöhrəvərdi aldı. Ondan Şeyx Ömər Əl-Bəkri aldı. Ondan Şeyx İbrahim Zahid Gilani, ondan Səfiyyəddin Ərdəbili, ondan Sədrüddin Ərdəbili ondan aldı. Ondan Xacə Ali Ərdəbili aldı. Ondan Şeyx Həmiddin Əl-Əqrai aldı. Ondan Əl-Hac Beyram Vəli Həzrətləri aldı. Bu cürsü gəlir, yəni davam edir. Daha mən buranı istət oxuyayım da axırıcan gəlmişik əslində. Bu araya gəlincə təriq əsma ilə səy eyləmişdir. Təriq cəlvətiyyənin zuhuri Hacı Beyram Vəlidən olmuşdur. Kəndi müridlərindən müqəddərə Həzrət Əfəndi deməklə müqəddərə ehtimalə Həzr Xızr ola bilər. Müəddərə Xızr Əfəndi deməklə məruf və aq, bıq deməklə məruf iki zatə gündüz kəlmə tövhid və gecələrdə əsmai və cərati üzrə təlqin eləyib xəlqə xəlifə eyləmişdir. Aq bıyıq məzhər-i cəzəbə olmağın onların tərəfindən təriq cəlvəti nəşr و numa buyurub. Brusdə ki Türkiyədə bir şəhərdir. Brusdə məqədqərə Xızr Əfəndidən افتاده از Şeyx Muhammed Əfəndi beyət eləyib, usul təriqəti əxz eləyib, maye Muhammediyyə məzhər olub. Onlardan Seyyid-ü Salikin Qutbul Valisin Əş-Şeyx Xudayi Mahmud Əfəndi Qəddəsə Sirruhul Əziz Həzrətləri tarixin açır, beləsi davam edir. Ona görə bunları oxumuram. Burada bəzi şeyləri deyib, görək nə deyir. Resul-i Əkrəm Aleyhisselam Həzrətlərindən böyləcə hədis-i şərif varid olmuşdur. Bu mənval üzərə iştiğal olunub, izni Rabbani zuhur edib, qəlb-i şeyxidən əsmaullah iştiğalə izni olduqdan əvvəla ismi cəlalə ki ləfzullahdır, gecələrdə ixfa ilə şuğul olunə. Ədəd təyin yoxdur. Əsna-i şuğuldə qəzəb nəfz zuhur edər dəf eyliyə. Müqəyyəd olunə sonra. Hu ismi təyin olunə gecələrdə. Cəhr ilə riya qəsdindən bəri şuğul olunə. Bu ismidə helm zuhur edər sonra ismi haqq təyin olunə.
bu ixfa ilə şoğlunə sonra ya hay təyin olunə əsma-i batindən olduğundan ya ilə şoğl olunub bu dəxi ixfa ilə şoğl olunə sonra qəyyum devam edir. Yəni bu şeyin Salikin kitabının, Hədiyyətü Salikin kitabının yoludur. Əslində ki, deyir kim hangi mərhələdə ya hangi adı hangi kəlməni neynəyəcək, neynəməyəcəkdir. Biz də bundan bilmədiyimiz üçün heyifdir bu kitabı. Amma oxumaq çox rahatdır. Yəni bunu deyim ki, kitab çox gözəl yazılıbdır. O cürə ki, mənim kimi bir savadı olmayan bir adam bunu oxuya bilir. Amma bunun mənalarını dərk eləmək bir ustad istər, bir mürşid istər ki, Allah bizə də bu səadəti verə, bir mürşidi bizi irşad eləməyə çalışan. Köylüm istər yəni. Köylüm istər bir mürşidim olsun və məni irşad eləsin. Bu dərin sözləri anlayın. Bunları anlamaq biraz zordur. Və ustadsız da deyir ki, yerişmək zordur. Bu da bir məsələdir. Kitabın son səhifəsində birinci bölümünün əfəmən kanə vədnahu vədən həsəna fəhvaləyə nəzmi cəlil mülahizə olunurkən şeyximizin bu əbd fəqiri səccadələrinə iclas etmələri xəbər gəlib əzz kiramın məratib alilərindən asar nümayan və müəkkəd olmuşdur və bunları nəqlidən məqsud məşayix kiramə məhəbbət və hizmət zayi olmayıb suri və mənəvi və nəf'lər müqərrər olduğunu ixvan dinə elam və məhəbbət təşviqdir və məhəbbətə ya da məhəbbət təşviqidir. Cənab-ı Haqq İzzə ismuhu cümləmizi iman kamil ilə xətm edib, məqsəd əlayə və sul ilə məsud buyururlar. Amin. Qəd təmmətür risaləti fi vəqtil işa fi leyləti əhədi fi şəhri zilhəccə. Pəs bu da ha zaman qutarıbdır birinci bölüm. İndi bunu yazaq ki, çağın yazmamışıq, amma yazaq ki, tarixi burada yazsaq. Fi şəhri zilqədə səni-i ehda və sittinə və mi'ətə və əlif beyədi yazar kimdir bunun nazarı? Beyədi Abdüzzəif Nəhif Osman Əl-İmam. Pəs bunun yazarı Şeyx Yaqub kimi orada, pəs o nə idi, bu nədir indi? Burada mən qaldım. Bu şeydir, beyəd yazan o adamdır ki, bunu nəsx eləyibdir. Nəssax. Hənif Osman Əl-İmam. Osman Əl-İmam be Cami Sultan Ərxan Urxan həman. Orada Cami Sultan Urxan əleyhir-rəhmədə sakin bemədi Yekşəhir. Burusun Yekşəhirdir yazı. Belə bir yerində bunu yazıbdır. Bu birinci bölümünkidir. Gedək ikinci bölümü görək nəməlidir. Dərbəyan əsa. Bu əsayı Adəm Peyğəmbər əleyhissalam Haqqı Subhanə və Teala izni birlə cənnətdən çıxarıb əzimətlə Həzrəti Musa əleyhissalama irdi. Pəs bunda sonra Həzrəti Rəsul əleyhissalam hədis-i şərifi mucibincə layiq olanlar götürdülər. Hədis budur ki, mən bəlləğə ərbəinə və ləm təxuz əl-əsa fəqəd əsa. Hər kəs 40 yaşına yetişər və bu əsanı əlinə almaya günaha düşər. Amma ərbəyindən murad mənazili tövhidə 40 mənzildir. Yaş deyildir. Yəni o tövhidin 40 mərhələsini deyir gərəkcə baxmaq. Yəni mənazil, yəni tamam etdikdə
əsa tutmaya, yəni nəfsinə qalib olub təriq-i haqda müstəqim olmaya təhqiq asi olur. Nətəkim əsada istiqamət vardır. Həmçunan əsa götürən kimsənə dəxi əsa kimi müstəqim olmayacaq layiq dəcildir. Və bu fərq mənzili qət olunub istiqamət mənəviyyə hasıl oldu.